deeper underground. There's too much body, feel it now. I'm going deeper underground. There's too much body, feel it now. I'm going deeper underground. There's too much body, feel it now. I'm going deeper underground. There's too much body, feel it now. Hə Murad, Bəli. danış. Necə qarşıladın, necə idi mahnı, rəqs elədin? Ay, mən səmənini... Kostyum, Mən səməni. Ağa. Səməni və Godzilla filmindən mahnı Bəli. necə yəni? Jamiroquai, Deep Underground. Mən bircə dənə kəlmə, bir kəlmə söz deyəcəm. Milyon söz əvəzi. Mən səmənini tanımadım. Aa, çox Yalan təəccübləndik. deyir. Səməni kimonodadır ha. I'm going deeper underground. Koddur ya. Bu biri. Tanıyım. Əla, Nigar, siz də tanımadınız. Tanıyım. Yox, tanımadım. Bilirsiniz nə qəribə gəldi? Biz düşündük ki, idmançıdır. İndi isə bilmirəm, bəlkə müğənnidir, amma kimdirsə, yəni bayağı müğənnilərdən dəqiq deyil. Çünki Godzilla kinosunu heç düşünmürəm ki, heç tanıyırlar bu kinoda. Sonra o bilmirəm, amma kimdirsə daha belə biz tanıyan bir insanlardan Amma biridir və əslində həm də Aycan. Nigar aksenti qızdı, də oğlandı. maraqlıydı. Yox, qızdı. Nigar, Düşünürəm, amma mən bizdə deyim, musiqi öz redaktorları var versiyamı. ha. Ola bilər ki, oxuttursunlar. Onlar öz Bizim versiyamı Maska Show'un yaradıcı heyəti. Düşünmürəm. Ola bilər ki, bu mahnı oxutturublar. Həmən də Amma onu aksenti deyəcəkdim, qəribə. əlbəttə. Yox, aksenti də şirin idi. Fərqlidir. Kəmilə, buyurun. Mənim ağlıma bir aparıcı gəlir. Aparıcı? Bilmirəm niyə. Yox. İlaha Şıklinskaya! Bax, mən Kəmilə, deyə bilmirdim. niyə Mən deyə məhz İlahi bilmirdim bu adı. Şıklinskaya? Kəmilə. Gördün də sən benim diyan Olmazdı vardı. demək. Niyə olmazdı ki? Sən o niyə harda yazılıb ki olmaz Maskaları demək? belə tez tapmayaq da. Demək birinci mövsümdə hamıdan çox özünü öldürən o idi. Özü ki, mən öz versiyamı dedim. Nə dəxli var ki, az qaldı məni burada öldürsün. Nədən götürdünüz ki, bu İlahi Şıklinskaya ola bilər? Hərəkətlərdən, bu yaxınlarda biz bir yerdəydik, onun rəqsləri düşdü yadıma. Mənə elə gəldi ki, müəyyən hərəkətlərimi deyim, müəyyən bədən dilini oxşatdım yəni. O demək deyil ki, İlahi odur. Şıklinskaya Jamiroquai'yi çok sevir. Çok sevir Bəli, çox Jamiroquai. sevir. Biz onu bilirik. Yox, mən oyla Bəlkə ona bağlamadım. görə. Yox, xeyr, mən oyla bağlamadım çünki səndən çox razıyam ki, mahnılara axı gələn maska Bəli, musiqi arxasında olan redaktorlar var və onlar seçirlər. Onunla heç bağlamadım. Sadəcə olaraq bütün o bədən dilimi deyim, nəysə mənə bax, elə bir buradan kimsə mənə deyir ki, mən İlaşqayam, sənin dostunam. Amma bilmirəm indi, amma mən oxşatdım. Maraqlıdır. Bilmirəm. İlahi mənim də dostumdur. Əslində İlahi sənsən? Sən? Hə? Deyir, yox, mən deyiləm. Özdə, İlahi deyir ki, mən deyiləm. Hə, dedi, mən də inandım. Faiq bəy, baxın, siz diqqətlə dinləyirdiniz. Təbii ki, ipucuları da gördünüz. Sizin fikrinizcə, əvvəla Maskanın çıxışı, onun ifa etdiyi mahnı, təbii ki, Megastar Faiq Ağayev musiqiləri xüsusi olaraq sevir. İpuculara da diqqət edirdiniz. İş ondadır ki, həm ipucularında söylədi, sensei sözü gəldi, qulağıma dəydi. Bundan savayı dedi, müəllimlərim, müəllimim, müəllimlərimiz. Burada yenə də hansısa belə sözün ən yaxşı mənasında, əgər söhbət idmandan gedirsə, itaətdən gedir, kiminsə sözünə qulaq asmaqdan gedir. Üstə gəl, bəylər, sən dedin ki, gördünüz, bizim Səməni kimono geyinib. Və mən yenə də idman yönünə daha çox üstünlük verərdim. Xanımdır və məncə idmançıdır. Bundan çoxunu deyə bilmirəm. Əla, çox yaxşı. Hər birinizin fikirlərini öyrəndik, eşitdik. İndi isə gəlin,
onun haqqında 2 məlumatı eşidək. Bizim səmənimiz danışacaq. Özü haqqında 2 məlumat deyəcək. Biri yanlış, biri doğrudur. Auditoriya təbii ki, siz də qoşulursunuz, detektivlərimizə kömək edəcəksiniz. Beləliklə, səməni özü haqqında birinci məlumatı söyləyir. Buyurun. Magistr təhsili alıram. Magistr, Mən magistr təhsili alıram dedi. İkinci məlumat. Adımı xalam qoyub. Dedi adımı xalam qoyub. Mən magistr təhsili alıram dedi. Auditoriya. Sonra dedi ki adımı xalam qoyub. Auditoriya ikinci məlumatı daha doğru bildi. Siz necə bildiniz? Siz necə dəyərləndirdiniz? Maraqlıdır. Nigar buyurun. Belki biz onun halasını tanıyırıq. Bilmirik prosto. Pardon. Kimin halası tanınmış bir insan? Aha. Magistr təhsili də var idi ha orada. Magistr O məlumat da var idi. təhsilinə hələlik toxunmaq istəmirəm, amma adımı xalam qoyub deyir. Xalası Elnarə ola bilər. Özdəki Mina. Mina ola bilər. Mina? Elnarə xala deyil axı. Elnarə xala qızıdır. Xala qızıdır. Hə. Hə, amma Barabada. Minanın estetikasına oxşadı indiki Murat gördüyümüz. qalmış da Elnarə xalası kimi bir qalmış. də kimdə var? Evet. Qohumlar kim oxuyur bizdə ümumiyyətlə Hamı müğənnilərdən? qohumdur da. İndi bu dəqiqə ümumiyyətlə Nigar, mən sənə deyim, aləm qarışıb. Bütün ifaçıların varisləri səhnəyə gəlir. Bir tək Faiq Ağayevin varisi mənəm. Hoppa. Qohumluq bağlarımızı açıb ağartmırıq. Öpürəm səni. Amma doğrudan bu xalasevər adam kimdir? Magistr təhsili alır, ola bilər. Yəni versiyadır. Amma heç vaxt daha gec deyil. maraqlı adımı xalam qoyub Hə də, niyə məsələsidir. məs... Bu bir faktdır da, ailəsindən olan faktdır, yəni həqiqət. Amma yenə də mənə elə gəlir ki, bu peşəkar müğənni deyil. Deyil. Nədənsə? Belki halası Brilliant Dadaşevadır. Onda kim? Səidə yox. Yox. Coşkun Bey. Son olaraq bir versiya deyin. Ben de elə Şıxlinskayanın üstündə deyirəm. İlahə Şıxlinskaya. İlahə Şıxlinskaya. Kamilə xanım, sizin Mən elə təxmininiz. öz versiyamda qalıram. Çünki niyə görəsə bənzədirəm. Coşqun mənə qoşulur, mən hamıya qoşuluram və biz İlaxanı çox sevirik və bilmirəm, mən elə gəlir ki, İlahə Şıxlinskaya. İlahə Şıxlinskaya. Bir variant. Murad, təxmininiz? O mənim senseyimdir. Tanımıram. Tanımadım. Təxmininiz də yoxdur. Belə cavab verdim də. Yalan deyir, bilir. Yaxşı, əla. Tutan tuttu. Tutan tuttu. Özü bildi. Nigar, Pas. İmam bayıldı. bəli? Bilmirəm. Bilmirsiniz. Heç. Muradın bacısı. Hansı Muradın? Könül də ola bilər. Könül də ola bilər. Könül Arif qızı. Gördün? Elə deyirsən mana ana, mana ana. Tanımıram. Bir dəqiqə deyəməm. Tanımıram, Bax, Könül görsən? indi magistr təhsili almır bu bir. İkincisi də ailə üzvündən soruşaq. Könülün adını xalası qoyur. Xalanız var sizin? Deməz axı o. Var. Var. Neçədə nə? Könlün adını xalamız qoymayıbdı, mən bildiyimə görə. Amma mən indi ilahə deyil, könüldür. Bilmirəm. Hər şey ola Məsələnirsiz. bilər. Bu kimsə mənə çox doğma adamdır. Ən azı Cəmrəkoy oxuyubsa o artıq mənim doğmamdır. Və Faiq Ağayev. Valla mənim də error göstərir. Bütün mənim təxminlərim gedir errora dəyər qayıdır. Təxmininiz? Eybi yox, Mina deyək. Mina deyirsiniz Mina. siz. Hə. Könül sənsən. Gözünü qırp, sənsə gözünü qırp, könül. Necə gözün qırpsın? Gözünü qırpmır, könül deyil. Yo, gözün qırpmayacaq. Sizə heç bir işarə verməyəcək. Əslində Arifə bir işarə yetərli idi. Hər halda biz davam edirik. Eşitdiniz nə dedi? Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Səməni maskası arxasında kimdir? Beləliklə, üçüncü qarşı durmanın sonuna gəldik, çatdıq. İndi bizdə səs vermə olacaq. Amma səs verməyə keçməzdən öncə üçüncü qarşı durmanın birinci maskasına Yad Planetli dəvət edirik.
Beləliklə, yad planetli burada, səməni burada. İki maskadan biri gözləmə zalına keçiriləcək. O, maskanı çıxarmağa namizəd olacaq. Biri isə növbəti mərhələyə keçiriləcək. Kim növbəti mərhələyə keçiriləcək? Kim gözləmə zalına məhz maskanı çıxarmağa namizəd olacaq. Bunu auditoriya təyin edəcək. Auditoriya səs verəcək. Amma ondan öncə istəyərdim ki, detektivlər kimi tövsiyə edərdiniz ki, növbəti mərhələyə aparsın auditoriya. Yəni, xilas olunmasını istəyərdiniz. Olunmasını istəyərdiniz. Çünki onlar özləri sonda qərar verəcəklər. Murad, elə sizinlə davam edəyək. Valla inanılmaz çox bəyəndim Yad planetlini, amma mən hesab edirəm ki, belə bir beynəlxalq layihənin hökmən koloritli, milli, doğma personajı olmalıdır. Ona görə də səməni qalsın. Yad planetli isə proyektdən getməsin. Sadəcə olaraq final mərhələsini adlasın. Əla, çox gözəl. Yəni, gözləmə zalına getsin və 3 maska arasında seçəcəyik. Beləliklə, Nigar, sizinlə davam edirik. İkisini də çox bəyənirəm. Amma sən Səməniyə öz səsimi verdim. Mən düşünürəm yad planetdə. Yad planetli deyirsiniz. Bir olsun. Məsləhət deyirsiniz ki, yad planetli növbəti mərhələyə keçsinlər. Kamiləsiz. Buyurun Kamilə xanım. Səməni. Əslində Səməni. yad planetini çox sevirəm və sevirəm də, hələ də qəlbimdə qalacaq da. Hə, bilirəm ki, burada da bizlə bərabər olacaq. Amma bu dəqiqəyə səməni. Səməni. Bəli. Coşqun Rəhimov. İkisi də çox gözəl iştirak elədi. Amma biz bir millət olaraq çox qonaqpərvərik. Mən deyirəm, o yad planetliyə biraz şans verək. Qoy o qalsın. Yad planetli dedi. Faiq Ağayev. Əslində doğrudan çox çətindir. 2-2 daha, yəni Biləm, məsləhətlər ağa, 2-2-yə. çox çətindir çünki biri milli simvoldur, səmənidir. Digəri də qonaqdır. Adam qonağın, bilmirəm, üzünə elə baxar ki, qonaq bir də gəlsin. Qonaq özünü belə təcrid olunmuş hiss eləməsin. Səməni də əzim. Bu il səni o qədər qəşəng əzizlədik, öpdük, masamızın üstünə qoyduq, Novruz bayramı bitdi, növbəti il yenidən gələcəksən, mütləq gələcəksən. Və mənə elə gəlir ki, elə sən yerin, yer kürəsinin bir simvolusan, yaşıllıq, qoy yad planetli qalsın və sənin gözəlliyindən ilhamlanıb öz çıxışlarını davam eləsin. Yad planetliyə məsləhət gördü Faiq Ağayev. Auditoriya eşitdiniz də yəqin ki. Eşitdiniz? Auditoriya! Əla. İndi təbii ki, qərarı siz özünüz verəcəksiniz. Əgər siz məhz yad planetlinin maskasını açmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz səməninin maskasının açılmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Uğurlar, səs vermə başlasın. Daha çox səs toplayan maska gözləmə zalına keçiriləcək və o maskanı çıxarmağa namizəddir. Stop! Səs vermə dayansın. Bu andan etibarən biz səs vermirik. Biz nəticələri gözləyirik. Görəsən auditoriya kimi gözləmə zalına göndərib maskasının açılmasını istəyir. Görəsən auditoriya kimə az səs verib növbəti mərhələyə göndərir. Səməni növbəti mərhələyə gedir, yoxsa yad planetli növbəti mərhələyə gedir. Səməni yoxsa yad planetli? Növbəti mərhələyə keçid alır. Yad planetli. Bravo! Yad planetli növbəti mərhələyə keçid alır. Və biz yad planetli növbəti mərhələyə göndəririk. Sağ olun yad planetli.